أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان فمن شهد منكم الشهر فليصمه ومن كان مريضا أو على سفر فعدة من أيام أخر يريد الله بكم اليسر ولا يريد بكم العسر ولتكملوا العدة ولتكبروا الله على ما هداكم ولعلكم تشكرون صدق الله العلي العظيم. Bağışlayan ve mehriban Allah'ın adıyla hoş gördük değerli tamaşaçılarımız. Mənəviyyat dolu Ramazan ayının 3-cü günündən sizləri salamlayırıq və bu gün də yenə verilişimizdə çox dəyərli bir qonağımız var. Qonağımızla Ramazan ayında mənəviyyatla dolu söhbətlərimiz olacaq. Eyni zamanda reportajımız olacaq əlbəttə ki, bizi izləyin, verilişin sonuna qədər bizi izləyin. Əminəm ki, belə deyək, həqiqətən bugünkü verilişimiz də digər verilişlərimiz qədər maraqlı olacaq. İstəyirəm qonağımızı təqdim edəyəm. Qonağımız dəyərli ruhanimiz Hacı Qurban Murquzov. Xoş gəlibsiniz Hacı. Xoş gördük. Buyurun. Biz də fürsətdən istifadə edib sizi və dəyərli izləyicilərinizi salamlayırıq və Allahdan bu mübarək müqəddəs ayda ibadətlərinin, dualarının, oruclarının inşallah qəbul olmasını diləyirik Allahdan. Təşəkkür edirik Hacı. Hacı, istəyərdim elə ilk öncə bayaq da qeyd etdiyimiz kimi çox möhtəbər aya qədəm qoymuşuq və artıq 3-cü günüdür bugün Ramazan ayının. Əvvəlcə bir bu ayın belə daxil olmağımızla bağlı bir təəssüratınızı alaq və xüsusən də Gürcüstanda Ramazan ayı necə qarşılandı və bugünkü günü cəmiyyətimizdə ümumiyyətlə necə davam eləyir Ramazan günləri, bir bu barədə nəzər salaq, daha sonra davam edək. Bəli, mübarək Ramazan ayı bütün dünyada necə ki, müsəlmanlar sevinclə 11 aydan sonra gözləyir ki, bu ayı yaşasınlar. O cürünə də Gürcüstanda yaşayan müsəlmanlar bu mübarək müqəddəs ayı xoş sevinclə, xoş ruhiyyə ilə qarşıladılar. İlk öncə təqvimlərin hazırlanması prosesi başladı. Bir sıra məscidlərdə paylanıldı və məscidlərdə lazım olan, gərəkli olan yerlərə azan ruperləri təqdim olundu. Və bir sıra xırda broşurlar ki, maarifləndirmə xarakterli ki, Ramazan haqqında deyilir və Ramazanın ehkamını özündə ehtiva edir. O broşurlardan hazırlandı və bəzi məscidlərdə xoş gəldin Ramazan proqramları keçirildi. Və günümüzdə də əlhəmdülillah bu gün 3-cü gündür artıq yaşayırıq və xoş ab-hava ilə
İnşallah sona da çatmasına ümid edirik. İnşallah hacı. Hacı, bu ayın mənəvi tərəfləri çoxdur. Yəni tək elə oruc tutduq və sübh əzanından axşam əzanına qədər ac qaldıq. Bu belə deyil əlbəttə ki. İstəyərdim elə bu ayın özündə ehtiva edən o mənəvi cəhətlərindən və təsirlərindən, fəlsəfi belə deyək, baxışlarından bir danışasınız, nəzər salasınız. Bəli, biz İslam maarifinə, xüsusən Qurana və hədislərimizə diqqət yetirəndə görürük ki, oruc düzdür, ehkamları cəhətindən acılıq və susuzluq və bir sıra qadağan olunmuş əməllərdir ki, insan onu görmür, yerinə yetirmir və nəticə etibarindən oruc hesab olunur. Amma bu tək kifayət eləmir və hədislərimiz də bizə bunu göstərir ki, aclıq və susuzluq tam olaraq oruc mənasını ki, Allahın qəsdidir, onu ifadə eləmir. Oruc deyəndə biz hədislərimizdə fərqli mənalar görürük və hətta mübarək Qur'an-ı Kərimin özü belə orucun vacib olunduğunu Bəqərə surəsinin 183-cü ayəsində buyuranda sonunda təqvaya işarə eləyir ki, buyurur, bəlkə ümid budur ki, siz təqvalı olasınız, ey oruc əhli. Təqva nə deməkdir? Əgər sualı olsa, birdən ki, deyək, təqva nədir? Təqva sadə mənasında budur ki, insan hər bir nəfsani istəklərinin qarşısında və günahlarının qarşısında dayansın, onlara yox deməyi bacarsın və həyatının mərkəzində, istəklərinin önündə onu yaradanın istəklərini qərar versin. Bu, təqvanın sadə mənasıdır. Əlbəttə, bir sıra mənalar da deyirlər Allahdan qorxmaq, Allaha ibadət, itaət, bu mənalar. Amma oruc üçün ən gözəl məna budur ki, insan orucluq halında necə ki, hər anında Allahı düşünür, necə ki, hər anında o orucunu batil edəcək, yəni Allahın istəyinin əksi olacaq əməllərdən çəkinir. Bu cürlə insan özünü tərbiyə eləyir bir ay boyunca və nəticə etibarindən sonralarda o Allahın istəyini öndə gətirir və öz nəfsani istəklərini arxa plana atır və onlara yox deməyi bacarır. Təşəkkür edirik Hacı giriş üçün, ətraflı geniş məlumat üçün. İndi isə əzan vaxtıdır. Əzanı dinləyək və Allah bütün oruc ibadətləri qəbul eləsin. Daha sonra yenidən studiyamıza qayıdaq. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول أشهد أن محمدا رسول الله أشهد أن عليا ولي أشهد أن عليا ولي الله
حي على الصلاة حي على الفلاح حي على الفلاح حي على خير العمل حي على خير العمل الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله. Bəli, əziz tamaşaçılarımız, yenidən studiyamızdayıq və dəyərli ruhaninin dəyərli fikirləri ilə davam edirik. Hacı, ümumiyyətlə Ramazan ayında ibadətlərin savablarının daha çox olduğu deyilir. Və bu ayda ən çox hansı ibadətlər, hansı zikirlərə, hansı əməllərə üstünlük verilməlidir? Necə düşünürsünüz ki, belə deyək, insanlar daha çox savab qazansınlar? Bəli, bu mübarək ayda digər aylardan fərqli olaraq Allah Taala əməlləri dəfələrlə daha çox qiymətləndirir və dəyəri alıcısı olaraq daha yaxşı müştəri olur əməllərimizə. Bir çox əməllər zikr olunubdur, həm Quranda, həm hədislərimizdə. Sadəcə bir neçəsini istəyək, sadalayaq və deyək. Məncə öndə gələn elə mübarək və müqəddəs Qur'anın özünün oxunuşudur və Qur'anla ünsiyyətdir. Bu ayda Qur'anla barışmaqdır, tanışmaqdır və Qur'anı öyrəşməkdir və Qur'anın istəklərini anlamaqdır. Bu ən gözəl və ən dəyərli əməldir bu ayda. Çünki bu mübarək ay Qur'anın baharı olaraq bizə deyilir. İkinci, insanın bu ayda mənəvi dirçəlişidir, mənəvi oyanışıdır ki, necə hədislərimizdə Ramazan ayı möminin yenidən doğuşu mənasını ifadə edir, yenidən oyanışı mənasını ifadə edir. Bu baxışdan da biz əgər istəyək, məsələ mənəvi cəhətdən insanın inkişafına və tərəqqisinə lazım olan əməlləri görək, əncam verək. İlk sırada məsələ tövbədir, duadır, istiğfardır. Bunlar insanın mənəvi oyanışına səbəb olar və insanın o ruhi inkişafına səbəb olan amillərdir. Bu amillərin də, yəni həmən o tövbədir, duadır, istiğfardır, ən gözəl dəyərləndirilməsi və necə deyərlər, Allah tərəfindən qiymətləndirilməsi məhz bu ayda daha məqsədə uyğundur və hədislərimizdə də bu ay tövbə ayı, dua ayı olaraq deyilib, istiğfar ayı olaraq deyilib və ya başqa bir hədisimizdə Həzrət Peyğəmbər sallallahu mübarək ayı 3 onluğa bölür, rəhmət, məğfirət və cəhənnəm odundan nicat olmaq onluqları olaraq sadalayır Ramazan ayını. Yəni, ən gözəl fürsətlərdən biri də bu ayda həmən dediyimiz o dua ilə, istiğfarla məşğul olmaqdır. Bundan əlavə, bir də bizim bu fərdi həyatımız üçün olaraq qeyd ediləsək, bir də ictimai həyatımız, sosial həyatımız üçün də ən gözəl iş bu mübarək ayda həmin
insanlara, ehtiyacı olanlara yardım etmək və kömək etmək duyğusudur. Çünki bu ay insanda o yardımlaşma ruhiyyəsini və ehtiyaclı olanlara yardım etmək ruhiyyəsini oyadır. Çünki insan bir ay boyunca və ya gündəlik günlərdə o ehtiyacın nə olduğunu, sadə ehtiyacın, hətta məsələn yemək içmək olaraq təsəvvür eləsək, ona belə gün ərzində ehtiyacın nə olduğunu anlayanda insanlar anlayır ki, məsələn, əlimdə olanı mən paylaşmalıyam, paylaşma duyğusu. Orucun fəlsəfəsi də odur ki, insan ac qala və o çətinlikdə olan insanların, bəli, onların dərdini anlaya. Bəli. Onun üçün biz bu ayda o yardımlaşma ruhiyyəsini özümüzdə tərbiyə eləyirik və yavaş-yavaş bu aydan başlayırıq o ehtiyaclı olanları da dərk eləməklə kifayətlənmirik və addım atırıq. Artıq praktiki olaraq onlara da kömək eləməyi bacarmalıyıq ki, bu ayda bunu öyrəşə bilərik. Ən gözəl fürsəti bu aydadır. Aydındır hacı. Hacı, ümumiyyətlə deyirlər, Ramazan ayında ruzilərin və ömürlərin artdığı, bərəkət verildiyi bir aydır. Ümumiyyətlə bunun dini və mənəvi izahı nədir? Yəni, nə üçün doğrudan da bu ayda həm ruzilərə, həm ömürlərə belə deyək, bərəkət əta oluna bilər? Mən bildiyim qədərilə hətta yəni bu Qədr gecələrinə də işarə olunur. Bu ildən gələn ilə qədər ömürlərin, ruzilərin təyin olunması. Buyurun, siz nə deyərsiniz? Bəli, mübarək ayda bir gecə var ki, Allah Qur'anında 2 surəsində bu gecədən söz açır. Biri elə öz adınla Qədr surəsidir, çox az bir ayələrlə. Biri də Duxan surəsinin əvvəl ayələridir. Allah Teala bu ayda o gecənin haqqında özəl xüsusiyyətlər deyir. Çox özəl xüsusiyyətlər ki, hansı ki, digər ilin, ayın, günün gecələrindən fərqləndirir. Duxan surəsində o gecəyə bərəkətli ay deyir. Yenə həmin surədə o gecəyə həkim bir şəxs tərəfindən insanların işlərinin fərqlənməsi, yəni tənzimlənməsi, müəyyən olunması. Və Qədr surəsində də həmin gecəni 1000 aydan, yəni təqribən hesablasaq 83 ildən çox dəyərli bir gecə olaraq deyir. Və o gecədə mələklərin yerə indiyini və o gecənin sübhə qədər sağlamlıq olaraq adlandırır. Bunların hamısını bir-birinin kənarına qoyanda görürük ki, bu gecə və hədislərimizdə də Qədr gecəsi insan ömrünün başlanğıc ili olaraq deyilibdir. Yəni, insanın mənəvi ömrünün başlanğıcı Qədrdən, bir də gələn Qədrə qədərdir. O gecədə Allah Teala müəyyən bir şeyləri insanlar üçün özəl olaraq seçir, təyin eləyir. Məsələn, hədislərimiz ruzi haqqında onu deyir, ömür haqqında onu deyir, başımıza gələcək xeyir əməllər haqqında onu deyir ki, bu gecədə müəyyən olar. Amma bu da bir mənalı deyil ki, qətiən budur. Çünki bir sıra şeylər var ki, insanın bir illiyini dəyişə bilər, başına gələ biləcək. Əməllər var ki, dəyişə bilər. Necə ki, hədis var ki, bəzi əməllər ömrü qısaldar, bəli, uzadar. Bəzi əməllər, misal silə-i rəhm ömrü uzadar. Yaxınlara baş çəkmək, sədəqə vermək, yetim nəvazişi, bunlar insanın taleyini dəyişər. Başına gələ biləcək o xeyir əməllərdən və ya bəd əməllər ki, onun üçün təsəvvür olunur, dəyişə bilər. Bəli. Onun üçün bu gecə, yəni həmin Qədr gecəsi insanlar üçün özəl bir gecədir. Amma qaldı ki, bu gecədə ya bu aylarda, Ramazan ayında ruzinin artması bu, Həzrət Peyğəmbərin o məruf xutbəsi ki var, Ramazan gəlişində oxuyur, orada buyurur ki, insanların ruzisi bu ayda artar. Baxın, ruzi olaraq deyəndə bizdə ola bilsin, yanlış bir anlayış var ki, ruzi deyəndə yəni həmin pul para. Ancaq bizim hədislərimizdə və Qur'ana müraciət eləyəndə görürük ki, ruzi ümumiyyətcə bir tək maddi verilənləri, maddi gəliri əhatə eləmir. İnsanın ömrünün bərəkətli olması ruzidir. Salih evladının olması ruzidir. Gözəl ailəsinin olması ruzidir.
xeyir əməl görmə ruhiyyəsinin olması ruzidir, imanı ruzidir. Və bunun üçün bir sıra şeylər var ki, Yəni ruzi tək hesab belə olunur. də maddi tərəf düşünülməməlidir. Belə baş. Mənəvi tərəfimə də diqqət etmək lazımdır. Amma o ki, hətta maddi ruzimizi və mənəvi ruzimizi bizdən alır, o bizim günahlarımızdır. Və bu ayda da biz o günahlardan uzaq oluruq deyə və ya keçmiş günahlarımız əff olunur deyə, çünki hədislərimizdə bizə bu ayın bir sıra əməllərini gördükdə keçmiş günahların əffi və ruzimizin artması deyilir. Bu səbəbdən biz deyə bilərik ki, o günahlar ki, ruzimizin gəlişinə və bərəkətinə maneədir. Çünki o günahlardan uzaq olub mənəviyyata doğru gedirik deyə ruzimiz nəticə etibarından artır və bərəkətli olur. O da bu mənaya. Aydındır. Hacı, bu ayda duaların da daha tez qəbul olunduğu deyilir ki, bu ay həm bilirik rəhmət ayıdır, bağışlanmaq ayıdır və duaların da deyirlər qəbul olunduğu aydır. Ümumiyyətlə, insanlar dua etdikdə nəyə diqqət etməlidir ki, doğrudan da həm duaları tez qəbul olsun, belə deyək, həm də yanlış dua etməsinlər. Çünki əlbəttə duanı da diqqətli olmaq lazım, dua edəndə də diqqətli olmaq lazımdır. Bu barədə bir izah edərdiniz. Dua ümumiyyətcə Qur'an-ı Kərimdə çağırmaq mənasını ifadə edir, istəmək mənasını ifadə edir. Və bu mübarək aya da bir mənada dua ayı olaraq da deyilibdir, mübarək Ramazan ayı. Amma dua dedikdə biz Allahdan görürük ki, deyir, "Ud'uni astecib lakum." Yəni məndən istəyin, məni çağırın, mən də sizə verim və sizə cavab verim. Bunların hamısını bir-birinin kənarına qoyanda, hətta birdən bəzən dua edib duamızın qəbul olmasını, yəni olmadığını da görəndə biz yenidən İslam maarifinə müraciət etməliyik. Dua haqqında bir çox şərt-şurutlar deyilibdir. Həm duanın zamanı haqqında, həm duanın məkanı haqqında, həm duanın özü haqqında, həm dua edən haqqında. Çox tərəflər. Bəli. Məsələ, bir sıra zamanlar var ki, özəl zamanlardır. O zamanlarda Allah duanı daha tez qəbul eləyər. Məsələ, elə olduğumuz Ramazan ayı olaraq desək. Və yaxud sübh azanından qabaq edilən dua daha tez qəbul olar. Yağış yağan zaman edilən dua daha tez qəbul olar. Və bunun kimi bir sıra şeylər. Məkan olaraq bir sıra yerlər və o yerlərdə olunan dua daha tez qəbul olar. Məsələn, Allah evləri. Bəli, Allah evləri, məscidlərdə, ziyarətgahlarda və bunun kimi müqəddəs yerlərdə. Elə onun özü bir sualdır Hacı. Adətən deyirlər ki, niyə misal Allah evlərində duaları daha tez qəbul eləyir? Buna səbəb nədir? Yəni mən ola bilər ulaşa bilmirəm, Allah evinə gedə bilmirəm. Mən evimdə etsəm qəbul olmazmı? Əlbəttə evdə də etsən qəbul olar, amma bir sıra şeylər var ki, orada ilk öncə sən Allahın istədiyini öz istəyindən qabaq qərar verirsən deyə və o ehtiramı Allaha göstərirsən deyə Allah da bir növ özünü borclu hesab edir sənin duanın qəbul olmasına və görür ki, sən artıq ona tərəf bir addım atıbsan. Necə ki, hədislərimizdə də deyilir ki, sən Allaha tərəf bir addım at, Allah sənə gələr, 10 addım gələr. Və bunlar bir-birinin kənarına qoyulduqda görürük ki, elə məhz o müqəddəs yerlərdə olunan dua daha məqsədə uyğundur. Əlbəttə, evdə də yenə dediyiniz kimi biri gedə bilməyə evdə eləyə, o duası da qəbul olar. O cür nə də deyil ki. Eyni zamanda Allah evləri pakdır, təmizdir. Bəli, buna görə də bir. Biz sonrasında əgər desək ki, məsələ zamanından və məkanından əlavə bir sıra şeylər də duanın özünə qayıdır. Yəni, etdiyimiz o duanın o mahiyyətinə və fəlsəfəsinə və mənasına qayıdır. Məsələn, elə dua etməməliyik ki, bəla olsun kiminsə üçün. Elə dua etməməliyik ki, kiminsə haqqını zayi eləmiş olaq. Və yaxud elə dua etməməliyik ki, kibirdən, paxıllıqdan, həsəddən qaynaqlansın o dua. Bu dualar əlbəttə ki, qəbul olmaz. Amma qaldı ki, dua edən demək olar ki, ən önəmli faktordur. O digərlərini bir kənara, dua edənin özü bir kənara. Allah məhz buna baxır. Düzdür, zaman, məkan, duanın özü önəmlidir. Amma Allah duanın
edənin özünə baxır. Və Quranda da bir sıra xüsusiyyətləri məhz dua edən üçün deyibdir. Məsələn, təzərrü halında, yəni özünü o kibriyanın qarşısında aşağı görmüş halda istəyə və özünü ehtiyaclı bilə bu duaya və istədiyinin də hansı qüdrətə sahib olduğunu bilə istəyə və Allah bu cürünə duaları daha tez qəbul eləyər. Qorxu halında ola və ümid halında ola, xof və rəca deyərlər. Və bundan əlavə duanın önündə, duanın özündə və duadan sonra bir sıra zikirlər deyə. Məsələn, duasını salavatla başlaya. Ki, Bismillahla başlaya. Hər hədislərimizdə hər ikisində duanın kamilə, yəni qəbuluna yetişməsi qarantisi verilibdir. Və duanın sonunda da yenə onu kimi. Duadan əvvəl etiraf eləyir günahlarına. Duadan əvvəl o tərəfin qüdrətinə iqrar eləyir. Yəni əvvəl günahkar olduğunu bilə və sonra qarşısındakının, yəni kim olduğunu bilə. Bəli, və onun qüdrətini bilə ki, hansı qüdrətə. Və onları da ən gözəl ifadə eləyən əvvəllərində həmin o zikirlərdir. Elhamdülillah, la ilahə illallah, la hövlə və la quvvətə illa billah. Bunun kimi o Allahın əzəmətini göstərən, qüdrətini göstərən o zikirlərlə duasını başlaya və duasını qutarar. Bu dediyimiz o zikirlərin də bəzi halda mənalarını öyrənsələr yaxşıdır. Misal, Elhamdülillah deyəndə nəyi nəzərdə tutur, bilsin ki, doğrudan da belə deyək, Allaha şükür edir, onun verdiyi nemətlərə şükür edir. Yəni, sadəcə bir söz olaraq deyib üzərindən keçməsin ki, onun ruhunu Allaha daha da yaxınlaşdırsın, belə deyək. Hazır Ramazan ayı insanın əxlaq və davranışlarına necə təsir edir ümumiyyətlə? Yəni bu ay həm də bizə bir fürsətdirmi ki, bu ayda belə deyək, öz davranışlarımızı, öz əxlaqımızı düzəldək və bundan sonra da elə Ramazan ayındakı kimi yaşayaq? Bəli, Ramazan ayı insanın ac qalması və ya susuz qalması, bunlar bir növ istəklərə yox, dayan, dur özünə deməsidir. Bəli. Bir növ iradəni möhkəmləndirir. Birbaşa insanın ruhuna və o iradəsinə ki, qərar verici olaraq təsəvvür eləsə, insanın əməllərini, o ağlını formalaşdıran və necə, nə, harda əməl edim, düşüncəsini formalaşdıran o iradə ki var, Ramazan ayı məhz o iradəni tərbiyə eləyir və özü də yoxla, etlə yox, yoxla. Çox maraqlıdır. İslam şəriəti demək olar ki, hamısı əncam vermək üzərində qurulubdur. Bir tək oruçdur ki, yox üzərində qurulub. Yəni, çəkinsən, əməl etmiş olursan, görsən yox. Ramazan ayında insan, o məruf bir deyim var, deyirlər ki, namaz məsciddən çıxandan sonra bilinər, başlayar. Oruc Ramazan bitəndən sonra başlayar. Yəni, insan bu orucun və həmin o namazın ruhunu necə mənimsəyir, necə ondan sonra qoruyur mənasını ifadə edir. Məsələn, əgər namazın ruhu nədir desək, Allah Teala Qur'anında cavab verir. İnnəs-salata tənha anil fəhşə vəl-munkər. Yəni, namaz insanları o pislikdən və çirkin əməllərdən çəkindirər. Yəni, sən ki, bugün namazı qıldın, nəticədə o pis əməllərdən çəkinməlisən ki, namaz səndə yaşasın. Oruc da bu cür nədir? Yəni, oruc budur ki, sən oruclu halında o orucuna mane olan cismən, şəri cəhətdən, əxlaqi cəhətdən, əməllərdən necə uzaq olursan? Bu sənə bir ay öyrədir ki, sən digər aylarda da bu əməllərdən uzaq ola bilərdin. Hətta ac olan halda bunu bacardın, o zəif olan halında bunu bacardın. Demək, sən bunu hər zaman bacararsan. Və oruc insana bir məsuliyyət duyğusu gətirir. Yəni, elə bir nəfsimizlə mübarizə aparmağı öyrədir ki, bəzi şeylərə yox deyə bilərsən. Yox deyə bilərsən, bəli. Yəni, sən bunu bacararsan istəyir deyə. Sən necə ki, məsələn, digər vaxtlarda 5 saatdan, 6 saatdan
bir yemək dalınca gedərdin, 1 saatdan 2 saatdan bir susuz diyardın, su dalınca gedərdin və yaxud müəyyən bir vərdişləri ki görərdin, amma sən artıq 16, 17, 18 saat, az qalır 20 saat nə edirsən? Bunların qabağında dayanıb yox deyirsən. Bəs sən digər vaxtlarda da ey insan, istəyir Allah insanlara bunu desin. Digər vaxtlarda da sən eləyə bilərsən, o istəklərinin mərkəzində mən Allahın istəyini qərar verəsən. Və o nəfsani və şeytani işlər ki, hansılar ki, əməllər ki, sənin bədbəxtçiliyinə, dünyanda, axirətində o xoşbəxtçiliyinə maneədir, onlardan da uzaq olarsan. Ramazan bizə bunu öyrədir. Hədəfi və ruhu budur. Aydındır. Hacı, üzr istəyirəm, burada bizim əməkdaşlarımız bir reportaj hazırlayıblar. Gəlin onu izləyək və daha sonra yenidən studiyamıza qayıdaq. Əziz tamaşaçılarımız, reportajdan sonra yenə dəyərli ruhanimizin dəyərli fikirləri ilə davam edəcək. Qədim Borçalı yalnız coğrafi məkan deyil, həm də dərin tarixi və mənəvi izlər daşıyan bir məkandır. Rəvayətlərə görə İslam tarixinin və Həzrəti Peyğəmbərin görkəmli səhabələrindən biri, Həzrəti Qeys İbn Səd İbn Ubadə burada dəfn olunmuşdur. O, Ənsarın öndə gələn ailələrindən birinə mənsub idi. Atası Səd İbn Ubadə isə Mədinənin nüfuzlu rəhbərlərindən olmuşdur. İlahiyyatçı və araşdırmacı Hacı Rizvan İsmailov bizimlə söhbəti zamanı qeyd edib ki, Qeys İbn Səd zəka, cəsarət və diplomatik bacarığı ilə seçilən bir şəxsiyyət idi. O, Həzrəti Peyğəmbərin dövründə xidmət göstərmiş, daha sonra isə İmam Əlinin dövründə mühüm vəzifələr daşımışdır. Gürcüstanın Marneoli rayonunun Yağlıca deyilən bir məntəqəsindəyik. Marneoli şəhərindən 6 kilometr məsafədə Məscidli Görarxı kəndinin hardasa 5-600 metrliyində bir təpə üstündə qərar tutmuş bir ziyarətgahın, bir böyük şəxsiyyətin ziyarətinə gəlmişik. Bu şəxsiyyət İslam tarixində çox böyük rolu olan Peyğəmbər səhabələrindən Qeys ibn Səd ibn Ubadə Ənsari cənablarına rəhmətullah aleyh aiddir. Bu qəbir, bu şəxsiyyət İslam tarixində çox böyük izi olan, Əhl-i Beytin ən yaxın dostlarından olan bir böyük şəxsiyyətə aiddir. Qeys ibn Səd ibn Ubadə kimdir? Bizim cəmaatın, Borçalı cəmaatının fikrində, düşüncəsində bura Sultan-ı Qeys deyə adlanır. Cəmaat bu cür buranı tanıyıblar, Sultan-ı Qeys deyə. Amma bu Qeys, Həzrəti Qeys kimdir? Biz tarixə baxdıqda bir çox tarixi mənbələrdə bu şəxsiyyətin haqqında geniş məlumatlar verilib. Qeys ibn Səd ibn Ubadə indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbərimizi Peyğəmbərliyə çatdığı illərdə dünyaya gəlibdir. Təqribi tarixdir, çünki doğum tarixi dəqiq deyil. Yəni 1610-cu illərə təsadüf edir doğum günü. Peyğəmbərimiz Mədiniyə təşrif gətirəndə bu növcavan idi, cavan bir oğlan idi. Bunun atası İslam tarixində və Ərəb tarixində məşhur şəxsiyyətlərdən biridir. Onun adı Səd ibn Ubadə Ənsaridir. Xüsusən də Səd ibn Ubadə ki, Qeysin atasıdır, bu ağanın, bu ziyarətgahda uyuyan alicənabın atasıdır. Bu çox böyük şəxsiyyət olubdur. Peyğəmbərimizə ilk iman gətirən 7 nəfərdən biri olubdur Səd ibn Ubadə. Tarixçilər nəql edirlər ki, Xəbət döyüşündə müsəlman əskərləri çox çətin bir maddi duruma düşdülər. Konkret olaraq yemək yox idi, yəni əskərlərin belə deyək, təmin eləmək üçün yeməyə bir şey qalmamışdı. Və Peyğəmbərimiz də çox çətin bir vəziyyətə düşmüşdü. Tarixçilər nəql edirlər ki, birdən cəmaatın içərisindən Həzrəti Qeys ibn Səd ağa qalxdı. Bu bir gənc idi, haradasa bir 17-20 yaşlarında bir gənc idi. Bu qalxdı cəmaatın içərisindən, ucadan səsləndi. Dedi ki, burada bir kəs varmı, mənə borc verəm, mən bu qoşuna ehsan verəm. Mədinəyə qaydanda xurma ilə mən o borcumu qaytaracam.
Bütün qoşun çox təəccüblə buna baxdı ki, bir cavan, bir gənc, bir oğlan məsələn ayaqüstə qalxıb böyük bir qoşuna ehsan vermək istəyir. Nəhayət bir nəfər tapıldı. O dedi ki, sən kimsən dedi, sən bu qədər qoşuna yemək vermək istəyirsən və bu böyük bir xərc tələb eləyir. Sən kimsən məsələn, özünü tanıtmadın mənə. Bu dedi ki, mən Qeys ibn Səd ibn Xəzrəciyəm. Yəni Xəzrəc qəbiləsinin başçısı Sədin oğlu Qeysəm mən. Və həmən ərəb buna borc verdi. Bu bir neçə dənə belə deyək, inək, buğa aldı, keçilər aldı həmən şəxsdən borc olaraq. Yəni bir xeyli heyvanat aldı və o heyvanları kəsdilər, müsəlman qoşununa ehsan verdilər. Peyğəmbərimiz xeyir dua verdi bu şəxsə, çox alqışladı bunun bu hərəkətini. Hacı Rizvan İsmailov bildirir ki, Həzrəti Əli əleyhissalam Qeys ibn Sədi sonralar Misrə və Azərbaycana vali təyin edib. Daha sonra hadisələr elə davam edir ki, bu şəxs İmam Həsən əleyhissalamın dövründə də imamın yanında olur və İslama xidmət edir. Qeys ibn Səd ibn Ubadə Peyğəmbərimizin vəfatından sonra Həzrət Əli əleyhissalamın xüsusi sərkərdələrindən və səhabələrindən oldu. Ən yaxın dostlarından oldu. Həzrət Əli əleyhissalam buna o qədər güvənirdi, o qədər inanırdı ki, hətta Misrə bunu vali göndərəndə, Misrə əmir göndərəndə öz məktubunda Misir cəmaatına müraciət eləyərək yazmışdı ki, mən Qeysin imanına yəni imanına ehtiramım var, yəni güvənim var. Yəni ki, imanına etiqadım var. Yəni bu böyük şəxsiyyətdir, bu dəyərli insandır. Və sonraki hadisələrdə Qeys ibn Sədi Həzrət Əli əleyhissalam Azərbaycana vali göndərdi, vali təyin elədi. Qeys ibn Səd ibn Ubadə Ənsari rəhmətullahi aleyh Həzrət Əli əleyhissalamın yanında bütün böyük müharibələrdə iştirak eləyib. Məsələn, Cəməl müharibəsində xüsusi qoşun başçısı olub iştirak eləyib. Nəhrəvan döyüşündə iştirak eləyib. Siffin müharibəsində qoşun 4 böyük qoşunun başçılarından biri olubdur. 10 minlik qoşuna rəhbərlik eləyib. Həzrət Əli əleyhissalam şəhid olandan sonra İmam Həsən əleyhissalamın yanında oldu. İmam Həsən əleyhissalama biat elədi. İmam Həsən əleyhissalamın sülh məsələsində o bir özünün şəxsi fikirləri var idi. Elə bil Muaviyə ilə sülhə razılaşmırdı, amma İmam Həsən əleyhissalamın ehtiramına görə, onun əmrinə görə, onu yaxından tanıdığına görə, imamlıq məqamına görə İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, ona itaət elədi və o sülh məsələsini qəbul elədi. Daima öz hilə və qəddarlığı ilə Peyğəmbər yaxınlarına sui-qəsd hazırlayan o dövrün xəlifəsi Muaviyə isə Qeys ibn Sədin öldürülməsi ilə bağlı da plan hazırlayır. Bu hadisədən duyuq düşən Həzrəti Qeys ibn Səd ibn Ubadə Ənsari cənabları Azərbaycanın valisi olduğuna görə o dövranlarda, o zamanlarda Tiflis və bu ətrafı, bu tərəflər Azərbaycan valisinə tabi idi. O belə qərara gəldi ki, ən ucqar bir yerə getsin, yəni Tiflis şəhərinə mühacirət eləsin və gəlsin burada yaşasın. Hicri qəməri tarixi ilə 58-ci ildə Muaviyyənin hakimiyyəti dövründə o İraqdan öz yaxınları ilə bir yerdə Tiflis şəhərinə yola çıxdı və gəldi Tiflis şəhərinə çatdı. Burada gözəl dini fəaliyyətlərlə məşğul oldu, İslam Peyğəmbərinin, Qur'anın müarifini insanlara çatdırdı və Yaqut Həməvinin bildirdiyinə görə və bir çox ərəb tarixçilərinin bildirdiyinə görə Hicri qəməri tarixinin 85-ci ilində Curzan deyilən məntəqədə ki, biz həmən məntəqədəyik, bu məntəqədə yerləşir. Buranın adı o zamanlar tarixdə var ki, Azərbaycanla sərhəd olan bir bölgə idi, Curzan məntəqəsi. Və biz bu məntəqədə bu gün yerləşirik. Bu Yağlıca da oranın bir tərkib hissəsidir. Bir təpənin üstündə bu yerdə rəhmətə getdi və burada yaxın ətrafı tərəfindən burada torpağa verildi və bu qəbri o günlərdən bəri 1400 ildir ki, o zamandan üzü bəri müsəlmanların ziyarət yeri olubdur, hacət almaq yeri olubdur. Burası çox mübarək bir ziyarətgahdır. Burada yüzlərlə, minlərlə insanlar öz arzu diləklərinə çatıblar, niyyətlərinə çatıblar.
Bu gün Marniolidə yerləşdiyi bildirilən məzar isə yalnız bir qəbir deyil, bir tarixin, bir irsin və bir inancın simvoludur. Bəli, əziz tamaşaçılarımız, yenidən studiyamızdayıq və verilişimiz davam edir. Hacı, bayaqdan danışdıq və bu ayda insanların nə qədər ibadətlər, itayətlər, mənəvi dəyərlər qazanmalı olduğunu və qazandığını dilə gətirdiniz. Ümumiyyətlə, bu ayda bu qazandığımız bu mənəvi dəyərləri Ramazandan sonra necə yaşamalıyıq ki, bunları itirməyək? Əlimizdə bir şey qalsın, belə deyək. Bəli. Biz ümumiyyətcə həm dini baxışda, həm özümüzün ictimai baxışda bəzən qazanmağın özü yox, qazanmağı qorumaq daha önəmlidir və daha çətindir. Çünki qazanmaq bəzən asan olur bir şeyləri. Bəli. Amma onu qoruyub saxlamaq daha çətindir. Ramazanda qazandıqlarımızı da qorumaq məhz bu qəbildəndir. Ki, gərək diqqətli olaq, gərək o Ramazanın o çətin, acılı, susuzlu günlərində ələ gətirdiyimiz o mənəvi duyğuları, o mənəvi inkişafımızı, məsələn, Ramazandan sonra sadə bir halla, sadə bir sözlə, sadə bir baxışla əldən verməyək. Bu çox önəmlidir və hədislərimiz də, hətta Qur'anın özü belə Ramazanın əvvəlində necə ayədə deyir ki, oruc sizə yazıldı və sizdən qabaqçılara da yazıldı, vacib oldu. Elə sonda buyurur ki, ümid budur ki, siz təqvaya sahib olasınız. Təqva yəni həmin incə dediyim kimi insanın həyatında Allahın istəklərini öndə götürmək. Yəni, həyatında Allahın məqsədini, amalını ki, Qur'anda bu oruçdan nəzərdə tutubdur, onu öndə götürmək. Yəni, oruc bir dənə qalxan olmalıdır. Necə ki, hədislərimizdə deyilib cəhənnəm odunun qarşısında, gərək bu dünyamızda da bizi cəhənnəmə götürə biləcək amillərin qarşısında bu qalxanı götürə bilək, bu sipəri götürə bilək və bacaraq Ramazanda özümüzü tərbiyə etdiyimiz o Qur'andan istifadə edərək, o mənəvi hallardan, zikirlərdən istifadə edərək qazandıqlarımızı qoruyaq. Necə ki, Ramazanda məsələ fərz elə Qur'an oxuyurduq, Qur'anımızdan əl götürməyək, yenə Qur'an oxuyaq. Necə ki, zikirlərimiz var idi, o zikirlərimizdə olaq. Necə ki, bu ayda müəyyən bir yaxşılıq, xeyir-əməl, sosial yardımlaşmamız var idi. Ramazanda bir neçə dəfə eləsək də, məsələn, digər vaxtlarda da bunun üçün, necə deyərlər, əncam verək. Yəni, bundan qalmayaq bu xeyirdən, bu bərəkətdən. Və xoşbəxtçilik ünvanında əgər istəyək, dalayıca olaq, o əməllər ki, məsələn, bizi Ramazanda Allaha yetirirdi, orucumuzun səhih, salim olmasına səbəb olurdu, onları çalışaq digər günlərdə də yerinə yetirək. Yəni, qafil olmayaq Allahın istəklərinə. Yəni, orucu digər aylarda bizə qadağan eləmir ki, Allah. Yəni, qarşıdakı aylarda da hərdən 3 gün, 5 gün insan oruç tuta bilər ki, bu həm də biraz yenə özünə bir çəki düzən versin və bu... Bəli, digər aylarda xüsusi günlər, bəzi aylarda, əlbəttə haram olan günlərdə çıxmaq şərtindən, bəzi aylarda, məsələn, xüsusi günlər var, zikr olunur, məsələn, cümə günü, cümə axşamı, oruç tutmaq gözəldir bu həftənin günləri. Əlbəttə, bu cür də o Ramazan xatirəsini eləyə bilər, yaşatsın həftə boyu və ya ayda bir dəfə oruç tutmaqla. Əlbəttə, yenə dediyim kimi, Ramazanın ruhunu yaşatmaq, o oruc halını yaşatmaq digər günlərdə daha önəmlidir Allah üçün. Nəinki, məsələn, ac qalmağını göstərəsən Allaha. Aydındır Hacı, mən sizə təşəkkür edirəm. Vaxt ayırdınız, həqiqətən gəldiniz, böyük, dəyərli fikirlərinizi, mənəvi söhbətlərinizi bizi izləyən tamaşaçılara çatdırdıq. Bəli, bu Ramazan günlərində bu cür mənəvi söhbətlər insanların ruhunun qidasıdır. Çox mühümdür. Yəni, bəzi insanlar var ki, doğrudan da düzdür, oruç tutur, amma mənəvi qida ala bilmir. Və ona görə də bu cür proqramlar, bu cür söhbətlər tək verilişlər yox, elə məscidlərə də gedə bilərlər, dinləyə bilərlər. Qarşıda bizim
İnşallah Qədr gecələri gələcək. Bu gecələrdə də tövsiyə olunur ki, yəni iştirak eləsinlər. Və sizin də sonda əgər bir müraciətiniz varsa, onu da dinləyək. Xahiş. Bizim istəyimiz bu olar ki, ilk öncə Allahın istəkləri olaraq deyək, çalışaq bu günlərdə əfv edə bilək, əfv etməyi bacaraq, halallaşaq, kin-kudurətdən, paxıllıqdan uzaq olaq. Və bunların başında bunları bizə çatdıra biləcək və bizə deyə biləcək Qur'ana müraciət edək. Bu ay Qur'an ayıdır, Qur'anla tanış olaq. Ən önəmli qazanclardandır. Deyərəm ki, ən başda gələn qazancdır ki, əgər bir nəfər oruç tuta və bu ayda Qur'anla barışa, Qur'anla tanış ola, ən böyük qazancıdır. Onun üçün Qur'andan qafil olmayaq, dinləyək, oxuya bilmiriksə, dinləyək. Həm öz dilimizdə, həm ərəb dilində açaq qabağımıza qoyaq, üzünə baxaq ki, Allahın rəhməti nəinki özümüzə, ata-anamıza, hətta ölmüş olsalar belə o üzünə baxmaqla onlar üçün bir şeylər əldə olunur. Onun üçün bu ayda Qur'anla barışaq. Mən son deyə biləcəyim budur. İnşallah Allah qəbul eləsin. Təşəkkür edirik Hacı. Çox sağ olun bir daha vaxt ayırıb gəldiyiniz üçün. Allah razı olsun. Əziz tamaşaçılarımız, bugünkü verilişimiz də burada yekunlaşır. Sabah axşam yenidən görüşmək ümidi ilə deyirik. Sağ olun, Allah'a əmanət olun.